Şuşa türməsində boğulmuş ümidlər, silinməyən yaddaşlar. Real hadisə. (1992-1993-cü illərdə Qarabağ müharibəsi zamanı mənfur ermənilər dinc soydaşlarımızı əsir götürərək Şuşa şəhərinin mərkəzində yerləşən Şuşa türməsinə apardılar. Bəzilərini ermənilər qətlə yetirib qayadan atdı, bəziləri isə canlarına qıyaraq intihar etdilər. Bugün haqqında söz açacağım qəhrəmanım adını bildirməsə də, vaxtı ilə həmin türmədə ağır işgəncələrə məruz qalıb və təsadüf nəticəsində sağ qalıb. O, 27 il əvvəl Kəlbəcərdə əsir götürülərək Şuşa türməsinə gətirilib. Əsirlikdə olan şəxs o dəhşətli günləri belə xatırlayır. Qış ayları idi. Havalar çox soyuq keçirdi. Biz nə edəcəyimizi bilmirdik. İnsanların fəryadı, ağlaşmaları, yaşlıların hərəkətsiz halda qalmaları sanki həyatın sonu olduğunu bildirirdi. Axı biz dinc insanlar ermənilərə nə etmişdik ki, bizi yerimizdən, yurdumuzdan elədilər. 2 gün meşədə gecələməli olduq. Bir gün ana dilimizdə "Qorxmayın, biz sizi qurtarmağa gəlmişik" sözlərini eşidəndə sevindik. Sevindiyimizdən nə edəcəyimizi bilmirdik. Hər şeyi unudub, səs gələn tərəfə qaçaraq canımızı qurtarmağa çalışdıq. Lakin mənzərənin tam əksi ilə qarşılaşdıq. Sanki özümüzü təliyə saldıq. Bir an mənimlə gələn daha 25 nəfər nə edəcəyimizi bilməyib təşvişə düşdük. Bizi səsləyib çağıran ermənilərdən biri öz ana dilimizdə "Rəis, mən bunları yaxşı tanıyıram. Sabunçuda yaşamışam. Bu millətin necə sadəlövh olmasını çox yaxşı bilirəm" deyərək rişxətlə gülməyə başladı. Sonra başımıza torba keçirərək bizi maşınlara mindirdilər. Qaranlıqdan gözlərim heç aranı görməsə də ermənilərin danışıqlarını eşidirdim. Bir-birlərinə "Ax Türk, siz bizim üçün sığortasınız" deyə gülürdülər. Maşın dayandı. Ermənilərin bir an öz dillərində nə danışdıqlarını bilmədim. Amma hiss elədim ki, kimsə məni itələdi. Sonra məni qaldırıb torbanı başımdan çıxarıb, qaşlarını çataraq öz dilimizdə "Ax Türk, bax bura Şuşidir. Sizin üçün önəmli olan şəhərinizə gətirmişik." bərabər əsir düşən həmkəndlərimi də təpikləyərək maşından aşağı saldılar. Hamımızı Şuşa türməsinin divarları qarşısına cərgə ilə düzüb, nazik, gödək boru ilə döydülər. Döydükdən sonra bizi ayrı-ayrı kameralara apardılar. Axşamı dəmir reşotkalı yataqlarda keçirdik. Beləliklə bizim ağır günlərimiz başladı. Səhər açılan kimi dəmir qablarda köhnəlmiş yemək və bərk çörək verirdilər. Sonra isə döyürdülər. Məni o qədər döymüşdülər ki, artıq ağrıları hiss etmirdim. Hadisəni yaşayan acı xatirələrini danışarkən göz yaşlarını saxlaya bilməyib, uşaq kimi ağlayırdım. Danışığına fasilə verib, öz-özünə nalə edərək dilinin altında nəsə deyirdi. Bir qədər fasilədən sonra qəhrəmanım sözünə yenidən danışmağa davam elədi. Bir gün yenə səhər çağı idi. Erməni əskəri kameralara daxil olaraq bizə su, təzə yemək və yumşaq çörək verdi. Sonra isə yatmaq üçün adyal və yorğan paylandı. Biz təəccüblə erməniyə baxırdıq. Erməni isə "Aydığa, niyə baxırsan? Sizə qulluq edirəm" dedi. Biz isə səbəbi soruşanda erməni cavabında "Yoxlama gələcək. Birdən soruşsalar, hər şeyin yaxşı olduğunu söyləyərsiniz" dedi. Həmin gün biz ömrümüzdə ilk dəfə idi ki, türmədə fərqli vaxt keçirdik. Lakin yoxlama da gəlmədi və bizdən də heç nə soruşmadılar. Yenə işgəncə dolu günlərimiz davam etdi. Səhər açıldı. Burada ilk dəfə idi ki, səhərlərin açılmasını heç istəmirdik. Səhərlər bizim üçün qara gün sayılırdı.
Bir gün səhər erməni əskəri kameralara yaxınlaşaraq qapıları açıb öz dilimizdə Həyətə çıxın türklər, hamı divarın önünə düzülsün. deyərək qışqırdı. Biz həyətə çıxdıq və rəis gələrək İçinizdən bir nəfəri azad edəcəyik. dedi. Sonra yüksək səslə qışqırar Aron, Aron, hardasan? deyə səsləndi. Aron deyilən murdar cəllad, balaca, boyca kök, vahiməli, saqqallı və çirkin bir məxluq idi. Həm də bir ayağı gödək olduğu üçün axsıyırdı. Aron rəisin yanına gəldi. Rəis Aron, işini gör, vaxtım yoxdur. dedi. Aron əlini arxa cibinə salaraq vargəl edib, içimizdən bir gənc oğlanı arxadan itələyərək önə çıxardı. O, 20 yaşında yaraşıqlı oğlan idi. Həmin oğlan mənim kirvəmin qardaşı idi. Rəis ona yaxınlaşaraq Əgər mənim dediklərimi təkrarlasan səni azad edərəm dedi. Həmin gəncin adı Ramin idi. Ramin qəzəblə baxaraq erməni rəisdən nə sözdür deyə soruşdum. Rəis cibindən erməni bayrağını çıxarıb Qarabağ Ermənistanındır de, səni azad edim. Ramin erməni bayrağına tüpürərək Qarabağ əzəli və əbədi olaraq Azərbaycandır deyib bizə tərəf çevrilərək başını yuxarı qaldıraraq mənim torpağımdır yüksək səslə dedi. Erməni zabiti bu sözdən əsəbləşərək xırıltı səsi ilə Aron, hardasan? Gəl bu türkü sustur deyərək qışqırdı. Gənci təpiyi ilə itələdi. Aron arxa cibindən balaca bıçağını çıxardaraq Raminə tərəf yaxınlaşıb bugün qələbəmizi qeyd edəcəyik deyərək sol əli ilə gənci yıxaraq başını kəsdi. Sonra o başı top kimi oynatdılar. Digər murdar ermənilər isə bu vəhşilikdən həzz alaraq bugün bizim ən xoş günümüzdür deyərək əl çalırdılar. Mən Şuşa türməsində dəhşətli günlər görmüşəm. Bunlara baxmayaraq Allaha çox şükür təsadüf nəticəsində sağ qalmışam. Murdar ermənilər uşaq, qadın, yaşlı bilmirdilər. Hamını amansızcasına öldürürdülər. 40 yaşında qadını gözümüzün önündə sürüyərək aparmışdılar. Sonra öyrəndik ki, həmin qadına işgəncələr elədikdən sonra Şuşa türməsinin uçurumundan aşağı atmışdılar. Qeyd edim ki, Kəlbəcərdən Şuşa türməsinə gətirilən 25 nəfərdən üçümüz təsadüf nəticəsində sağ qalaraq vətənimizə qayıtdıq. 1998-ci ildə mən Azərbaycana göndərildim. İkinci Qarabağ müharibəsi zamanı güclü ordumuz və ali baş komandanımız sayəsində biz öz torpaqlarımıza qayıtdıq. Müharibədən sonra mən qorxu ilə yox, fəxrlə Şuşa şəhərinə və oradan da Şuşa türməsinə getdim. Qeyd edim ki, müsahibi əsir düşəndə 29 yaşı var idi. Hazırda isə 56 yaşındadır. 2023-cü ilin yay aylarında Şuşa şəhərində yerləşən Şuşa qalasında ondan müsahibə götürmüşəm. O şəxs müəyyən səbəblərdən nə görüntülü müsahibə verməyə razı oldu, nə də adını söylədi. Müəllif Samir Abbasov. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.